Hörmətli tamaşaçılar, sizi Hakk'a Sarı verilişinin studiyasından salamlayır ve bir gün sonra dünyamıza, Müslüman dünyasına ayak basan, gelen, bizi sevindiren, güzel, mukaddes, seviyeli, hürmetli bayramımızı, Kurban Bayramımızı hamımızın adımızdan, stüdyomuz adından, stüdyomuzun əməkdaşları adından təbrik edirik və sizə həmişə belə gözəl bayramlar Tanrıdan arzu edirik inşallah. Hakk'a Sarı verilişinin studiyasında biz həmişə dini qanunlarımız, insanların əməksevərliyi, haqqa bağlılığı və bir-birinə olan səmimiyyəti, münasibəti haqqında çox söhbət eləmişik. Nəzərinizə çatdırırıq ki, dünyanın ən gözəl ölkələrindən biri Gürcüstan, Gürcüstanın ən gözəl bölgələrindən biri Borçalı, Borçalının isə əməksevər, həqiqəti sevən, Tanrıyı sevən, əməyə həmişə haqq verən, yol göstərən, zəhmət çəkən insanları haqqında söz demişik. Bugün də o əyalətdən sizə söz açmaq istəyirik. Qəbul etmişik ki, Borçalı və onun əhalisi həmişə haqqın, ədalətin, düzlüyün qarşısında durub. Həmişə yolu o tərəfədir. Haqqı müdafiə edibdir. Və orada yaşayan insanlar halal zəhmətin, halal əməyin bəhrəsindən yaşayıblar və ona görə də Tanrısını heç vaxt unutmurlar. Orada bizim gözəl adlı sanlı sənətkarlarımız olub, ağsaqqallarımız olub və onlar xalqımızın qəlbindən, ürəyindən keçən hər bir gözəl sözü çalışıb ki, öz səviyyəsində o bölgənin adamlarına çatdırsın. Söz gözəl şeydir. Tanrıdan bizə gələn gözəl miraslardan biridir ki, söz var, kəstirər başı, söz var, kəsər savaşı, söz var, acılı aşı, balla yağa döndərər. Belə bir sözü, söhbəti, misralara düzüb, bizə çatdıran hər bir sənətkara rəhmət və eşq olsun deyirik. Borçalda bizim ağsaqqallarımız çoxdur. Sənətkarlarımız çoxdur. Biri sazımızı, sözümüzü yaşadır. Biri sənətlərimizi yaşadır. Biri yol çəkir, körpü salır, ev tikir. Biri gənclərimizin qolundan tutub ona istiqamət verir, elm öyrədir. Ona görə də bu torpaqda yaşayan hər bir kəs Tanrının lütfündən, Tanrının köməyindən inşallah ki, öz yolundan irəliləyəcəkdir. Sənətkarlarımız çoxdur. Bayaq dedik, yenə təkrar edirəm və həmin sənətkarlardan, həmin ağsaqqallardan ev tikən, körpü salan, bulaq çəkən, insanların hər bir sahədə dadına çatan ağsaqqallarımızdan, sənətkarlarımızdan birisi də bu bölgənin zəhmətə bağlı, halallığa bağlı, haqqa, ədalətə bağlı olan Dəmiyə Görarlı kəndidir ki, onun Ağsaqqallar Şurasının sədri, hamımızın tanıdığımız gözəl sənətkar, xoş məramlı insan, bizim həmişə dostumuz olan, Peyğəmbər salamını insanlara çatdıran adamlardan, ağsaqqallardan biri Hüseyin Əliyev. Usta Hüseyin bugün bizim studiyamızın qonağıdır. Usta Hüseyin qrup yaradır. Usta Hüseyin insanların dadına çatır. Əlbəttə, Tanrının köməyi ilə dadına çatır. Öz səviyyəsində, öz bacarığı səviyyəsində həmişə xeyirxah işlərlə məşğul olan bu adam adamlar arasında, ağsaqqallar arasında xüsusi hörmətə malikdir. Ona görə ki, o adət ənənəmizə
milli xüsusiyyətimizə, əməksevərliyə, torpağa həmişə hörmət edib, dostluğa hörmət edib, kəsdiyi çörəyə hörmət edib və elə ona görə də bunun səviyyəsində də onun hörməti var. Usta Hüseyin, xoş gəlmişsiniz bizim Haqqa Sarı verilişinə. Sizin gəlişiniz bizə o tərəfin, o zonanın nümayəndəsi kimi bir şərəfli deyərdim. Təşəkkür ederim. Studiyamızda səndən bir onu soruşuruq ki, bir ağsaqqal kimi, o elin, obanın, demək görə ağsaqqalların içərisində hörməti olan bir ağsaqqal kimi, bir sənətkar kimi, bir usta kimi sizin sözünüz nə olardı? Ağsaqqallar haqqında, əməksevərlər haqqında, halallıq haqqında, ümumiyyətlə o bölgənin adamlarının həyata baxışı haqqında, bir-birinə olan münasibəti haqqında, Peyğəmbərimizin qoyduğu qanunlara əməl etmək baxımından sözümüz nə olardı? Bir iki cümlə sizdən istəyirik. Çox sağ olun. Çox sağ olun. Bir daha təkrar edirəm. Əli müəllim. Əvvəlcə salamlayıram studiyanın rəhbərliyini və birinci dərəcəli sizi, məni bu studiyaya dəvət olunmamda, məni ağsaqqal kimi hörmət qoymağınızda, məni ellərimizin, obalarımızın, xalqımızın, millətimizin içində bana hörmət qoyduğunuza görə təşəkkür edirəm. Ürəkdən səmimi salamlarımı çatdırıram və bizim bugünkü günüm bana verdiyim bu suallar, bana verdiyim bu hörmət, mən sizin qarşınızda baş əyirəm, sizə sağ ol deyirəm və ellərimizə, nəinki bizim dəmiyə görə arxa xalqımıza, bütün ellərimizə, bütün Borçalı mahallında yaşayan millətimizə, xalqımıza Allahdan uzun ömür, can sağlığı, ruzi bərəkət diləyirəm. Şükürlər olsun. Sabah bizim İsmail Qurbanlıq bayramımızdır. Bizim millətimizin də, xalqımızın da, elə Peyğəmbərimizdən götürən də, imamımızdan götürən də, haqqın yoluyla getməkdə İsmail Qurbanlıq bizim əsla bayramımızdır, müsəlman xalqımızın. Və ikinci bayramımız da aydın məsələ ki, Ramazan ayıdır. Ramazan ayında bayramımız. Bizim iki bayramımız var. Biri İsmail Qurbanlığıdır, biri Ramazan ayının bayramıdır, oruç bayramı. Mən bu bayramlarla əlaqədar bütün millətimizə uzun ömür, can sağlığı arzu edirəm bir ağsaqqal kimi. Ağsaqqal dediyimizdə Əli müəllim, sizdən bir daha təşəkkür edirəm, sağ ol deyirəm. Ağsaqqal deyilən o demək deyil ki, bizim başımız, üzümüz ağarıb, yaşımız artıb, biz ağsaqqalıyıq. Ağsaqqal o deməkdir ki, böyük bir qəbilə, bir şəxsə qulaq asarsa ona ağsaqqal deyərlər. Mən arzu edirəm, bütün ellərimizdə yaşlı, cavan, elmli, elimsiz olan adamlar haqq yolunda çalışarlar, bir-birimizə kömək olaq, bir-birimizə mehriban olaq, şirin olaq. Ağsaqqaldır bu dünyanın qiyməti. Bəli. Bərəkəti, səxavəti, hörməti. Bir eldə Peyğəmbərin dəftərində adı var. Hamısı birdir, nə doğması, yadı var. Məkanları Xorasandır, Hacıdır. Ağsaqqallar başımızın tacıdır. Ona görə biz ağsaqqala hörmət eləməliyik. Son vaxtı Gürcüstanda gözəl bir dəb yarandı. Baş nazirin məsləhəti ilə, dəstəyi ilə Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası yarandı. Bəli. Və bu Ağsaqqallar Şurası da çox sağ olsun ki, onun rəhbəri rayonlarda, kəndlərdə Ağsaqqallar Şurası yaradır və elimizin, xalqımızın ümumiyyətlə böyük bir keçmişimizin adətini yaşadır. Ağsaqqalsız heç bir dünya ola bilməz. Ağsaqqal məsləhətindən kənarda yaşayan xalqların aqibəti bizə bəllidir. Amma biz ağsaqqallığımızı, ağsaqqallarımızı hörmətlə yad edəcəyik, onları dəstək olacağıq və onlar da mən bilirəm ki, öz gözəl məsləhətlərini cavanlarımızdan əsirgəməyəcəklər. Dünya
Ağsaqqalsız olmasın. Ağsaqqalsız olmasın. Hansı ellərdə ki, ağsaqqal sayı çoxdur, yaşlı adamlarımız çoxdur. Baxmayaraq Dəmiyə görə ki, Borçalı mahalında yaşayan ellərimizdə ağsaqqal sayı çoxdursa, Allah Taala o elləri, o obaları həmişə 70 bəladan qoruyar inşallah. Və mən arzu edərəm bir daha elimizdə olan ağsaqqallarımız həmişə haqq yolunda, ədalət yolunda, düzlük yolunda davam eləsinlər cavanlarımızı. Dəmiyə görə haqqında ağsaqqallardan bir neçəsinin nümunəvi ağsaqqallardan adını çəkə bilərsiniz? Misal üçün, mən elə Dəmiyə Görarxından, Kirovkadan, Yuxarı Saraldan, başqa-başqa kəndlərdən də çəkərəm. Amma öz kəndimiz Dəmiyə Görarxından bizim kənddə ziyalı da var. Hər bir sahədə çalışan ağsaqqallarımız var. Misal üçün, ağsaqqallarımız var düz yola dəlalət eləmək üçün. Yusuf müəllim, tarix müəllimimiz var. Var kənd sovetliyimizdə işləyən Akif Abdullayev var, Nəbiyev Fərman var, Musayev, Nəbiyev Musa var. Hansı ki, haqq yolunda, dualarda, hüzur yerlərində dualar eləyər xalqımıza. Daxildə bəzi şeylərdə gözəl ağsaqqallığını göstərər. İnşallah var. Elə bir kənd yoxdur ki, orada ağsaqqal olmasın və mənlə salamlaşmasın. Mən hamınıza bir başda sən olmaq şərtindən Əli-müəllim, bütün ağsaqqallara gün arzu eləyərəm. Ömrü uzun, Allah canlarını sağ eləsin. Gənə deyirəm, ağsaqqal duası Allah duasıdır. Ağsaqqal duası Peyğəmbər duasıdır. Ki, ağsaqqalın duası eli qədadan, bəladan uzaq eləyər inşallah. O cümlədən ağsaqqallar adı çəkdim. Yusuf müəllim, Fərman, Akif, Molla Musa, Meydan Musayev. Hansı ki, elimizdə nə kimi işlər olsa, ona əl uzadan, ona kömək duran, ona bacardığı qədər hər sahədə... Usta Hüseyin, Bəli. Ağsaqqal mütləq dua eləmək üçün deyil axı. Bəli. Ağsaqqal həm də öz gördüyü işlərlə, əməli haqq yolla gətirən, xalqın içərisində gördüyü bəli, işlərlə, əməllərinlə ağsaqqallıq səviyyəsi qazanan adamlar da. Onlar həm də elin qabağında gedən, onlara yol göstərən, məsləhət verən, halallığa çağıran, əməksevərliyə çağıran, xalqımızın milli xüsusiyyəti olan qonaqpərvərliyə çağıran, torpağa bağlılıq, əməyə bağlılıq, halallığa bağlılıq, hatta haqqa, ədalətə bağlılıq kimi xüsusiyyətləri öz əməllərinlə gənclərimizə, cavanlarımıza... Yalnız əməldə, Əli-müəllim. Yalnız öz əməllərinlə, bəli. Öz əməllərinlə deyəndə, üzr istəyirəm, öz əməllərinlə deyəndə o deməkdir ki, bu ağsaqqal, mən ağsaqqalam öz əməlimlə. Haqqı, ədaləti bərpa eləyən ağsaqqallardan danışıq. Ki, doğrudan da elində, obasında hər sahə üzrə yaşayan var. Hər bir çətinlikdə olan var. Onu başa salan, ona hörmət eləyən ağsaqqal, o bayaq dedim ki, Əli-müəllim, üzr istəyirəm. Peyğəmbərdən belə bir rəvayət var ki, ağsaqqal o demək deyil ki, bizim başımıza, üzümüz ağdır. Bir cavan uşaq elm yolunda getdi, dünya birliyində birinci yerə çıxdı müsəlman tərəfindən. İndi bu ağsaqqal idimi, onun elmi, bunun ağlı, bunun sücayəti gözəl, çox gözəl. Mən sizə təşəkkür edirəm ki, düz yolda, haqq yolunda, ədalət yolunda çalışırsınız, çalışacaqsınız, neçə ki varsınız. Allah bizi kimi ağsaqqallar da sizin yanınızda, ətrafınızda həmişə bol eləsin. İnşallah. Bəli, bir də nə bilim, mən Əli-müəllim bir daha təşəkkür edirəm. Mən sağ ol deyirəm. Studiyanızın təşkilatçıları kimlərdir? Onlara sağ ol deyirəm. Allahdan mənim istəyim, dualarım budur. Allah Taala bizim millətimizin, xalqımızın, elmlərimizin, obalarımızın cavanlarını, ağıllarını versin,
gözəl can sağlığını versin, ruzi bərəkətlərini versin, başda biz ağsaqqallar dua eləmək şərtindən. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Peyğəmbərdən də belə bir gözəl şeir də var, söz də var ki, o günü bilmərəm, xatırlayarsınız, barabar otduq sizdə. Bir gözəl bir qapı açdıq, bir gözəl çay sürfəsi açdıq. Orada mən bir neçə şeir dedim, bir neçə kuplet. Ondan birini yadına sal yenə. Yaddaşını bir yoxla. Razılıq eləsən. Buyurun. Deyir, o ağsaqqala gəlir də müəllim söz və elinin obasının qədrini bilən, kimlərəsə kömək duran, bu həmən elə bu şeir ona gəlir. Buyur. Bu bizim millətimizdə qəhrəmanımız Koroğludan gəlir bu şeir. Aha. Deyir, 3 yaşından 5 yaşına varanda yenicə açılmış gülə bənzərsən. 5 yaşından 10 yaşına varanda arıdan saçılmış bala bənzərsən. 14-ündə sevdə yenər başına, 15-ində yavan girər tuşuna. Çünki yetdin 24 yaşına, boz bulanlıq selə bənzərsən. 30-unda kəhlik kimi səkərsən, igidli geyləyib qanlar tökərsən. 40-ında əl haramdan çəkərsən, aya sonrası ovlanmış gölə bənzərsən. Buradan beləsi kimizə aid gəlir, müəllim. Deyir, 50-sində əlif qəddi çəkilər, 60-ında ön dişlər tökülər. 70-ində qəddi beli bükülər, karvanı kəsilmiş yola bənzərsən. Bu şeir, bu kupletlərinə çatanda, bu misralarına mənim ürəyim də kövrəlir. Deyir, 80-ində sinir yenər dizinə, 90-ında qubar qonar gözünə. Çünki yetdin yüzə, ay yazıq, uca dağ başında kola bənzərsən. Allah bizi 100 yaşına çatdırsın. Əmə, müəllim. Amin. Amin deyən dillər var olsun. Müəllim, 100 yaşına çatdırsın. Əmə, ağlımız, şüurumuz üstündə olmaq şərt. 100 yaşı verən Tanrıdır. Əlbəttə Allah. Amma bu 100 yaşı elə yaşamaq lazımdır ki, dönüb geri baxanda həm dini yolumuz, dini qanunlarımız, həm xalqın özünün milli xüsusiyyəti, haqqa bağlılığı, əməyə bağlılığı orada özünü göstərmiş olsun. Bax, onda o ömürdə gözəldir. Osman Sərvərli bir dəfə bir söhbət elədi. Dedi ki, mən orada onun bir bənd şeiri var, deyir ki, bir qartalın gözündədir, pəhlivanın düzündədir. Kim ki 100 il yaşamasa günahın özündədir. Deyir, abala deyir, vallahi deyir, sözü demişəm deyir, indi hası həkimə gedirəm deyir, Osman abi, nədir sən burada? Sən ki deyirsə 200 il yaşamasın, get yaşa da, bizdən nə istəyirsən? Tamam, düzdür. Amma ömrü də Tanrı verir, Allahın qisməti də Tanrı verir, insanın ağlını da Tanrı verir və insana qalan odur ki, o verilmiş ağıldan əməlli başlı yeri gələndə Tanrı səviyyəsində, onun tələbi səviyyəsində icra edə bilsin. haqq, ədalət Rəbbimləndir. Haqq, ədalət Allahımlandır. Hər bir addımda böyük bir möcüzə var. Müəllim, üzr istəyirəm. Haşiyədən kənar çıxsam da bir dindən bir şey deyim, Musa Peyğəmbərdən. Allah Teala buyurur, bu Peyğəmbərlərimizin içində də bir Musa Peyğəmbər idi. Allahla birbaşa kəlmələşən, əmr alan. Deyir, bir gün Allah Teala Musa Peyğəmbərə deyir ki, əmə qurralı Peyğəmbər olub. Deyir ki, mənim üçün bir pis şey gətir. Deyir, ya Rəbbim, mənə zaman ver. Deyir, 40 gün möhlətdəsən. 39 gün sərasər gəzir. Bir səhrada isti ölkə, qumsallıq, bir quyun başında üzr istəyirəm, bir kəlbi devr eləyir. O quyunun içində hardasa su görünür. Bu kəlbi yanır üstü gündə, amma çox eybəcər olur. Peyğəmbər deyir ki, elə bundan pis şeyə rast olmamışam, elə buna aparım. Gəlir quyunun başına, görür ki, bu kəlbi bu quyudan su istəyir. Bir minüvalla Peyğəmbər oradan su çıxardır, bu kəlbiyə verir. Bu kəlbi sevinir, şırvanır, oynayır və çıxıb gedir. Oturur Peyğəmbər düşünür ki, elə pis mənəm ki, pis axtarıram.
Gəlir ki, vaxtı tamam olur. Gözəl Rəbbimlə üzbəüz buyurur. Ya Peyğəmbər, mənim üçün pis şey gətdin deyə gətmişəm. Hanı deyir mən? Deyir, sən pis olmazsın. Sən mənim Peyğəmbərimsən. Deyir, ya ey Rəbbim, sənə fəda olum. Məni bağışlar, pis mənəm ki, pis axtarırım. Sən yaratdığın pis olmaz. Hayatta Tanrı'nın yarattığı her bir şey özüne bağlı şekilde Güzel. güzel ve kıymetli. Və bugünkü mənim üçün bir ağsaqqal kimi öz adımla deyirəm. Təşəkkür edirəm bütün ellərimizə, Borşalı mahalla. Mənim bir dualarım var ki, gecələr, günüzlər, vaxtlı vaxtsız, ha vaxt ki oağam. Yolumu çörürəm, əllərimi qaldırıram, deyirəm ki, ey Rəbbim, ağam Mir Abdullah xatirinə, onun cəddi xatirinə, ağam Hüseynin Kəlbəlada kəsilmiş qanı xatirinə, ağam İmam Hüseynin xatirinə, Peyğəmbər Rəsulumuzun xatirinə, Həzrət Əli xatirinə, Pərverdigarə, bizim Borşalı mahalımızı, Qədadan, bəladan, bədnəfəsdən, pis gözdən, şərdən, təbii fəlakətlərdən qoru ya Rəbbim. Ey Xudaya, Xudavənd aləmi, bizim Gürcüstan dövlətində yaşayırıq. Bizim Gürcüstan dövlətimiz coğrafiya xəttinlə dünyanın, yer kürəsinin ən gözəl güşəsində yerləşmiş bir dövlətik. Mən dövlətimizə bugünkü günü Allah Taala'dan dualar eləyərəm, əl qaldıraram. Amin deyənlər dillərdə var olsun. Bizim dövlətimizin bayrağı həmişə ucalardan gəlsin. Bizim dövlətə Allah Taala xatadan, baladan, Gürcü arzusu deyilən dövlətimizi bütün bəlalardan qorusun inşallah. İnşallah. Bir şey diyeyim sana. Güzeldir. Devletimizi sevmeliyiz. Onun kanunlarına riayet etmeliyiz. Ama bu devletin medeniyetinin, edebiyatının, iktisadiyatının artımında, inkişaf edilmesinde Gürcistan'da yaşayan yarım milyon Azerbaycanlının da özünün yeri var. Emeği var orada, kıymeti var orada, seviyesi var. Biz onu gözlüyoruz elbette. Ve bugün biz devletimizden razıyız. Ama bir şey diyeyim sana. Biz öz kendimizi, sonra ətrafı, rayonumuzu, sonra bütün Borçalı. Bəli. Sonra respublikamızı. Biz respublikamızı sevirik. Bəli. Biz oraya kıymet verməklə buraya kıymet veririk. Biz o insanların arasında dostluq yaratmaqla bütün insanlar arasında dostluq bərpa edirik. İnşallah elə bilirəm ki, bu da olacaqdır. Bizim buyur. Misal üçün keçmiş, bax bu az bir vaxt ki keçmiş Novruz bayramımız var da. İndi biz buna bayram deyirik, bayramdır əlbəttə. Bu dövlətdən incimək olarmı? Prezidentindən tutmuş aşağı təbəqəyə qədər bizim rayonumuza gəlib bizim xalqımızı, millətimizi, bayramımızı təbrik eləməsi. Sen çok güzel yere dokundun. Elə adi bir şey de diyeyim ki, sabah bizim Qurban Bayramımız. Qurban Bayramımız. İnşallah bu müqəddəs ocaqda, Bəli. bizim bu həmişə yığışdığımız bu tarixi bir məkanda baş nazir bizi təbrikə gələcək. Çox gözəl, böyük hörmətimiz var. Bizim devletimiz doğrudan da elə bir şərait yaradıb ki, heç bir devletdə yoxdur bu. Çox gözəldir. Çox gözəl. Vaxtında, dəqiqəsindən, saatından cəmaatın bütün hər şeyi öz yerinə gəlir. Çox gözəldir. Elə bizim Gürcistan Müsəlmanlar İdarəsinin proqramı da odur ki, xalqla devlet arasında bir Münasibət yaratsın, bir münasibət yaratsın. Bu münasibəti yaşatmaq da biz ağsaqqallar bizim borcumuzdur. borcudur. Təşəkkür edirəm. Bir daha uzun ömür, can sağlığı arzu edirəm. Studiyamıza və sizlərə uzun ömür, can sağlığı arzu edirəm. Mən də sizə deyirəm ki, bir sənətkar kimi, bir usta kimi ev tikən, yol çəkən, körpü salan, qırşa quran, pəncərə açan, qapı bərpa eləyən bir xeyirha insan kimi elimizin içərisində bu sənəti yaşadan adamların hamısı daha çox olsun, var olsunlar və biz onlara doğrudur işləyirlər, hesabını alır, pulunu alır, amma o işi görür ki görür olar.
o bizim borcumuzdur ki onlara təşəkkürümüzü bildirək. Sənətkarlıq, sənətə verilən qiymət, o sənətkarları yaşatmaq bizim borcumuzdur. El sənətkarını yaşatmalıdır, sənətkar da elə xidmət eləməlidir. O sənətkarlardan biri də bugün bizim üçün müqəddəs hesab məkan olan Haqqı Sarı verilişində ki, bu gözəl sözlərlə bizə çatdırır, elimizə, borçlarımıza, gülüstanımıza dualar eləyir. Biz də Haqqı Sarı verilişinin studiyasından ona təşəkkür edirik. Bir şey də deyim müəllim, çox sağ olun. Mən bir də nəyə arzu edirəm, həmişə deyirəm, bizim ailə, öz ailəmdən deyim, iyonka çalanım var, dəf vuranım var, qarmon çalanım var, saz çalanım var və himindən tutulmuş qapının zamokuna qədər ustamız var. Çox şükür Allaha. Mən istəyirəm bütün ellərimizdə bu olsun. Bax, bu sənətkarlar olsun. Bəli, var. Deyən, gülən, mehriban, şirinlik bizim millətlə olsun, bizim xalqımızla olsun. Sənin sözün qüvvətlə bir şey deyim ki, mən son vaxt hiss edirəm ki, bizim xalqdan gözəl sənətkarı olan bir xalq. Yoxdur. Bizim xalqdan çox folkloru zəngin olan bir xalq. Bizim kənddən çox zəhmət çəkən, vətən sevən, qonaqpərvər, öz elini, obasını abadlaşdırmaya çalışan və o eldən, obadan gələn, o halal zəhmətlə gələn o neməti süfrəyə düzmək. Allah Teala bizlərdən şirinliyimizi, mehribanlığımızı əsirgəməsin. Amin inşallah. Hörmətli tamaşaçılar, bugün biz Borçalımızın çox əməksevər, halallığa, torpağa, əməksevərliyə, qonaqpərvərliyə bağlı olan bir elimizin, Qəmiyə Görəxi elinin ağsaqqalı Usta Hüseyn Əliyev studiyamıza dəvət elədik. Onunla gözəl söhbətimiz oldu və hamımızın adımızla, həm studiyamız, həm tamaşaçılarımız, həm də studiyamızın əməkdaşları adından Usta Hüseynə gözəl günlər, gözəl gələcək, gözəl əmək, halal zəhmət, haqq ədalət yolunda çalışmağı arzu edirik inşallah. Sağ ol, təşəkkür edirik. Çox sağ olun, cümləmiz sağ olaq, cümləmizi Allah Teala sağ eləsin.